olur. 5 ildən çoxdur ki, süpürgəçi işləyən Ruhiyyə Rüstəmova iş şəraitinin çətinliyindən gileylənir. Deyir, rəsmi iş müddəti 8 saat olsa da, əslində 17-18 saat işləməyə məcburdular. Aldığım maaş məni görmür. Hel yığıram. O dəmir kutular var da bilirsən. Papron yeşiklər yığıram. Kuloklar yığıram. Ölürüm, dayı canım çıxıb. 4-ün yaşı satıram o pamişteniyə. Əlimdən göstəri qoyuram, süpürgəni götürürəm, arabanı götürürəm, 4-də qalmış, 4-də mən yol tuturam, 7 yaşında yolumu süpürüb çağıram. Akşam saat 6-ın 7-də müdürümüz hara sürsə bizi dönə yüz istəyirəm, o çotana qoşurları, o qamışdır. Hara sürsə ora gedir. Ruhiyyə Rüstəmovanın gileyi bununla bitmir. O bildirir ki, seçki dövründə işçilər eyni namizədə bir neçə dəfə səs verməyə məcbur edilir. Nərmanova deputat seçəcək, amma 50 yerdə deputat seçkisinə gedirik. Bizi məcburi aparırlar, ha. Getmədin işdən çıxmalısan. Deyirəm, ay qardaş, mən səs vermək istəmirəm. Mən o deputat ki, mənim işimə yaramır. O deputat ki, mənim səsimə səs vermir. O deputat ki, mənim bir həyatımı dinlənmir. Mən yedirəm ona səs verim. İnan Allaha, axırıncı dəfə 4 dəfə Binəqədiyə getdik. Neçə yerə bizim maşınla apardılar səs verməyə. Axırıncı dəfə 4 dəfə Binəqədiyə getdik. 4-cü dəfə bizi oradan iti qovan kimi qovaladılar. Şabalar, siz ayaqlarını gəlmədiniz. Siz neçə dəfə bura gəldiniz? Siz neçə dəfə səs verirsiniz bir adama? Dedim, ay qardaş, bizi qınamayın, bizi məcbur gətirdilər bura. Valla bizim günahımız yoxdur. Gəlməsək bizi sizdən çıxardacaqlar. Qar, yağış, külək demədən işləyən Ruhiyyə Rüstəmova aldığı məvacibin də yetərli olmadığını bildirir. O iddia edir ki, rəhbərlik ona çatmalı olan artımı və əlavələri vermir. Haqqımız yeyilir, çox yeyilir. Bax, mən buradan cənab prezidentimizə səslənirəm. Cənab prezident, sənin verdiyin bayram pulları biz fəhlələrə çatmır. Sən artırırsan maaşlarımızı, bizim maaşlarımız artmır. Əksinə, neçə dənə bir qadanın maaşını bizim müdürümüz azaldıb 500 manat edib. Və bunların çəkdiyi əziyyət yarpaq vaxtı canımız çıxır. Yağışda canımız çıxır, qarda qiyamətdə canımız çıxır. Təsəvvür edin, tədbirlər olur, qardaş. Allah haqqı ölürük. Bayramlarda ölürük və bizim heç olmasa əziyyətimiz verilsin də. Məsələ ilə bağlı Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi ilə əlaqə saxlamaq mümkün olmayıb. 20 saylı istismar sahəsindən isə bildirilib ki, rəhbərlik və məsələ üzrə cavabdeh şəxs yerində deyil. Təsəvvür elə, keçən nə qədər azadlarımızın maşın vurdu. Maşın vurdu, şikəst oldu. Bu il neçəsi? Ölənin dalınca, şikəst olan şikəstin dalınca. Yolun ortasında bizim fəhlələrin maşını vurur, elə süpürgəçələrin. Tez tarih köynəyimizi əlimizdən çıxardırlar. Oradan müdürdən gelir. Tez olun, tarih köynəyini çıxardır, xələtini çıxardır. Bunu görməsinlər yolda, desinlər yolu keçən yolu piyadaydı. Bu anası ölmüşün evlatlarından istifadə edirsən Qarabağdan. Ərindən istifadə edirsən, bunun maaşını yeyirsən, bunun bayram pulusunu yeyirsən. Bari heç olmasa buna bir hizmət versən, ölüsün.